2025-ci il və 2026-cı ildə ki, qanuna nəzər salsaq, 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdi. 2020 növbəti il üçün, yəni 2026-cı il üçün isə qanunvericilik uşaqlar üçün yaşayış minimumunu 260 manat müəyyən edib. İndi bununla bağlı təbii ki, sabit pul məbləğində müəyyən edərkən məhkəmələr bir çox hallarda, yəni bundan az olmayaraq müəyyən edirlər. Və bu məsələ ilə bağlı biz Ali Məhkəmənin plenum qərarında artıq hər il məhkəməyə müraciət olunmağının qarşısı alınmasının bağlı bu alimentin indeksasiyası var, yəni izah edici onunla bağlı. Bu məsələlərin hər il yenidən tərəf məhkəməyə müraciət eləməsin deyə alimenti yaşayış minimumunun minimum əmək haqqına uyğun olaraq